KPI nədir? KPI biznesin ümumi fəaliyyətinin, eləcə də marketinq fəaliyyətinin effektivliyini yoxlamaq üçün istifadə olunan çox vacib bir metrikdir. Biz KPI-lər vasitəsilə şirkətin ümumi strateji hədəflərinə çatmaqda nə qədər qaldığını, hansı təkmilləşdirmələrə ehtiyac duyduğunu çox rahat şəkildə müəyyən edə bilirik. Amma KPI hazırlayan zaman bizim vacib diqqət eləməli olduğumuz 4 nüans var. Bunlardan birincisi KPI-nin konkret bir məqsədi olmalıdır. Yəni KPI-dəki məqsədlər birbaşa biznesin strateji məqsədlərinə xitab eləməlidir. İkinci vacib məsələ isə KPI-nin realistik olmalıdır. Yəni əməkdaşlar tərəfindən KPI çatılması uzaq olan hədəflər kimi qəbul olunmalı deyil. Üçüncü məsələ isə KPI-ın konkret bir zamanı olmalıdır ki, KPI dövrü hansı müddətdən başlayır və hansı müddətdə bitir. Dördüncü və sonuncu vacib məqam isə KPI-nin ölçülə bilən olmasıdır. Yəni əməkdaşlar KPI dövrünün sonunda çox rahat bir şəkildə öz hədəflərinə nə dərəcədə çatdıqlarını ölçə bilərlər.